Deməli dostlar, bu günlərim çox küləkli hava var. Bilmirəm, səsdən də eşidirsiniz küləyin səsini yoxsa yox. Bu gün Vaşinqtonda uçurtma bayramıdır. Hər kəs öz ailəsini götürüb gəlib bura və burada uçurtmalarını uçurdur. Hava da gördüyünüz kimi çox küləklidir. İndi sizə göstərəcəm necədir bura. Məncə çox xoşunuza gələcək. İzləmədə qalın. Baxın dostlar, hər kəs buradadır. Amerikan xalqı kef edir. Hər kəsdə uçurtma var. Gör necə kef edirlər. Baxın. Gör nə gözəl görsəniz. Vay 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 vay, millət gəlibdi istirahət eləyir. Zığ necədir? Zığ. Burada hazırlayırlar yenilərini və buraxasılar baxın belə yekələrini. Çox gözəl sağlar. Millət var, millət. Baxın, burada ya minlərlə insan var. 8-dən çox tualet qoyublar. Hər tərəfdən biri invalidlərdən ötəridir. Pulsuz, parasız, əl yumaq, ayaq yoluna getmək pulsuz və insanlar növbə-növbə girirlər. Heç kimdən də bir qəpik pul alınmır. Yəni insanlar fikirləşmək, insanlar düşünmək belə olur. Baxın dostlar. Ağaçlar da çox gözəl çiçəkliyib ha. Yes, salad, tomato, onion and this one. And white. Yes. Teşekkür ederim. Burada Türk iş dönər uşaqlar. Əti, kartoşkası, salatı. Burada da lavaşlar. Bunların hamısına bir de $110 pul vermişəm.